Uşaqlarınız tez-tez xəstələnir, halsız olur, üşütmə halları olur və hərarəti qalxırsa, bu artıq uşağınızın xəstələnməsinə dəlalət edir. Hərarətin qalxması hər zaman hər zaman təhlükəli hal demək deyil. Amma hərarətin yüksək həddə qalxması bu uşaqlarınızda gətirib febril qıcolmalara belə çıxarda bilir. Bu kimi hallar varsa, öz başına hər hansı bir qızdırma salıcı preparatlardan istifadə etməyə göstəriş deyil. Belə bir hallar olursa, mütləq pediatra müraciət etməyi tövsiyə edirik. Çünki qızdırmanın özünün də iki fərqli forması mövcuddur. Ola bilər ki, bu uşağınızda çəhrayı qızdırma olsun və yaxud ağ qızdırma olsun. Çünki ağ qızdırma olan zaman uşaqlarınızda hər hansı siz toxunan zaman heç qızdırma əlamətlərinin olub-olmamasını belə fərqləndirə bilməzsiniz. Mütləq əgər uşağınızda halsızlıq, üşütmə, titrətmə, belə kimi hallar varsa, termometr qoyub yoxlamaq tövsiyə olunur. Əgər termometr sizdə hərarətin qalxmasını uşağınızda göstərirsə, antipiretik və yaxud qızdırma salıcı istifadə etmədən həkimə müraciət etməyi tövsiyə edərdik.